Belə deyək də, bəzi kişilər deyir ki, savadsız qadınla evlənmək və onunla yola getmək daha rahatdır, nəinki savadlı qadından. Amma bəzi kişilər də deyir ki, savadlı qadınla ailə həyatı qurmaq daha yaxşıdır. Məsələn, kişi bir fikir deyir, qadın ona qarşı əks arqument bildirir və bəzən həmin qadının əks arqumenti daha xoş olur, daha ağla batan olur. Nə düşünürsünüz? Ümumiyyətlə, Azərbaycanda qadının cəmiyyətdəki rolu nədir? Qadın evdə oturub övladlarına, ailəsinə baxsa daha yaxşıdır. Mən bu cür fikirləşirəm. İndi aralarından eləsi olsa ki, o öz xüsusi istedadı nəticəsində üzə çıxıb özünü hansısa dairələrdə göstərə bilən qadınlara o bir başqa məsələdir. Amma onda əgər əsas etibarilə, əsas bizim istiqamətimiz qadını evdə saxlayıb, mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, bu Azərbaycan cəmiyyətinə sanıram ki, daha çox xeyir gətirə bilər. Bunu çıxardarsınız manşetə ki, çox oxusunlar.